Həyat yoldaşımın bugün 30 yaşı tamam olur və biz bunu qeyd etmək üçün Gəncəyə getdik. İlk öncə hər kəsin verdiyi sualı cavablandırmaq istəyirəm. Tortu Instagramda bir səhifə tapmışam, oradan bişirtdirdim. Hər şey tam istədiyim kimi olduğu üçün sizlərlə də bölüşmək istəyirəm. Restoran olaraq Gəncədə Gal restoranına getmişdik. Buranı bilmirəm necə deyirsiniz, Gal yoxsa Gal, yəni biz Gal deyirik. Geyimim də baxın bu şəkildə idi. Tam yay aylarına uyğun bir geyimdi. Dırnaqlarım isə hər zamanki kimi Saadət xanım idi. Sifarişlərimiz güveçdə tərəvəzlə toyuq və tako toyuq, içki olaraq da ananas şirəsi. Bu restoranın takolarını dəhşət çox bəyənirik. Hər dəfə gələndə mütləq şəkildə sifarişimizdə bu tako toyuq olur. Günümüz həqiqətən də möhtəşəm keçdi. Alisanın nənəsinin yanına qoymuşduq. Bu arada yoldaşım məndən ad gününü keçirdikdən sonra axşam dostları ilə görüşdü və onlarla birlikdə qeyd elədi. Gəncədə bir-iki işimiz var idi. Onları da həll elədik və qayıtdıq Şəmkirə. İndi isə sizə tortdan danışmaq istəyirəm. Cakes by Nilam səhifəsindən sifariş etmişdik. Lamia xanım tortları evdə hazırlayır. Öz evində keyfiyyətli məhsullarla, təmiz şəraitdə, istənilən dizaynda və içlikdə sifarişləri götürür. Biz meyvəli tort istəmişdik. İçliyini gördüyünüz kimi meyvə ilə dolu idi. Demək olar ki, hər çəngəl, çiyələk və banan gəlirdi. İstər dadı olsun, istər görünüşü tam ürəyimcə oldu. Səhifəsini qeyd edirəm, mütləq şəkildə izləməyə alın.